Huawei içində keçirdiyi tədbirdə yeni Watch GT 7 saatlarını və MateBook modellərini təqdim etdi. İştirakçıların diqqətini çəkən yeni cihazların əsas xüsusiyyətlərini birlikdə nəzər salıb. Huawei tədbirdə yeni ağıllı saat ailəsi olan Watch GT 7 və yenilənmiş MateBook Notebook modellərini texnologiya dünyası ilə bölüşdü. Tədbirdə diqqət çəkən məhsulların başında 18 düymlük tək parça qatılana bilən ekranı ilə fərqlənən MateBook Fold Ultimate Design 2026 yer alır. Bu model Huawei-nin ən maraqlı məhsullarından biridir. Tam formada və qatlayaraq da istifadə edə biləcəyiniz bu kompüter texniki özəllikləri ilə də diqqət çəkir. Kompüter Huawei-nin öz istehsalı olan Kirin X90 Plus chipseti ilə gəlir və maksimum 32 GB operativ və 2 TB-a qədər daxili yaddaş seçimləri var. Şirkət həmçinin Kirin XE90 prosesorundan güc alan MateBook Pro S modelini də elan etdi. Bu yeni notebook 798 qramlıq korpus çəkisi və 11,9 mm-lik qalınlığı ilə daşınabilirlik baxımından iddialı bir seçim yaradır. Huawei bu tədbir çərçivəsində 8500 mAh bateriya tutumu ilə fərqlənən Nova 16 SE modelini də təqdim etdi. Kirin 8020 prosesoru ilə gələn bu cihaz 120 Hz yenilənmə tezliyinə malik ekranda lokal olaraq 8000 nitsə qədər parallıqla çıxa bilir. Planşet tərəfində isə 439 qramlıq çəkisi ilə fərqlənən yeni MatePad Pro 2026 modeli təqdim edildi. Kirin T93 prosesorlu bu planşet 12 düym ölçüsündə 144 Hz yenilənmə tezliyinə və 1600 nit parlaqlığa malik Petromax texnologiyalı OLED ekranla gəlir. Tədbirin digər mühüm hissəsi olan Watch GT 7 seriyası yumru dizayn xəttləri ilə diqqət çəkir. Watch GT 7 Pro modeli safir kristal şüşə ilə qorunan 1,47 düymlük 3000 nit parlaqlığa malik AMOLED ekranla təchiz edilib. Uzun bateriya ömrü və fərqli seçimlər həm Watch GT 7, həm də Watch GT 7 Pro modelləri normal istifadə ssenarilərində 12 günlük bateriya ömrü vəd edir. Standart Watch GT 7 modeli istifadəçilərinə 41 və 46 mm olmaqla iki fərqli gövdə ölçüsü seçimi təqdim edir. Huawei-nin təqdim etdiyi bu yeni məhsullar ilk olaraq Çin bazarında satışa çıxarılacaq. Şirkətin irəliləyən dövrlərdə bu cihazlardan bəzilərini Azərbaycanda da satışa gətirəcək. Yeni təqdim olunan bu cihazlar haqqında sizlər nə düşünürsünüz? Azərbaycana gəlsə bu cihazlardan hansını alardınız? Öz fikirlərinizi şərhlərdə paylaşın, birlikdə müzakirə edək.